Xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz qadın xəyanətlərinin əlamətlərindən danışmaq olacaq. Daha genişləndirilmiş, detallı versiyası ilə. İlk öncə onu deyim ki, bu video diaqnoz xarakterli deyil. Diaqnoz həkim, psixiatr, psixoterapevt tərəfindən qoyulur. Bu sadəcə maarifləndirmə xarakterlidir. Oxşar əlamətlər qadın depressiya durumu yaşayarkən, münasibətdən tam narazı olarkən də meydana gələ bilər. Yəni bunları görüb də kişilər o saat qadınların üzərinə hücum çəkməsinlər ki, bu əlamətlər var. Demək ki, nə deyir? Sən mənə xəyanət edirsən. Xeyr. Bu sadəcə onun üçündür ki, yəni kişilərə deyirəm ki, diqqətli olun. Bunlar xəyanətə şübhə ola bilər. Belə olduqda qadın açıq diyaloqa dəvət olunmalıdır. Yəni problemlər susularaq, dalaşılaraq, bir-birini səhv çıxardılaraq həll oluna bilməz. Onlar yalnız açıq-aşkar diyaloqla məsələləri stol üstünə yatıraraq həll oluna bilər. İndi isə mümkün qadın xəyanətinə olan şübhələr haqqında danışıram ki, hansı əlamətlər və əlamətlərin cəmi şübhələnməyə şərait yaradır ki, qadın ya sevgilisinə ya da həyat yoldaşına xəyanət edir. Birinci əsas əlamət fiziki kontaktdan qaçınmaqdır. Yəni, istənilən fiziki kontakt, öpüşmə, toxunma, yanaşı oturma. Yəni, qadın hər zaman onunla bir elə bir ki, şəraitdə olmaqdan, o kişi ilə bir şəraitdə olmaqdan narahatçılıq keçirdir. İstər mətbəxdə, istər görüş yerində. Adicə bir misal deyim. Məsələn, otururlar, deyək ki, restoranda yemək yeyirlər. O, hətta kişi bir balaca daha irəliyə gəlir, qadın bir ixtiyar olaraq ondan arxaya gedir. Yəni, özündən asılı olmayaraq. Elə bir ki, diskinmə gəlir. Elə bir ki, onun bədəninə qarşı iyrənmə emosiyası hiss edir. Bax, bunlar çox vacib məsələlərdən biridir. İkincisi, ünsiyyətin azalmasıdır. Ki, ünsiyyət önəmli faktorlardan biridir. Qadına həmişə maraqlıdır ki, onu sevdiyi kişi danışsın, o sadəcə dinləsin və yaxud da o qadın özünü ünsiyyət vasitəsilə ifadə eləsin. Yəni, qadın ünsiyyətdə duyğusal olaraq anlaşılsın. Ünsiyyətlər qısa-qısa olur, rutin xarakterli olur. Yəni, deyək ki, əgər evli cütlükdürsə, sadəcə bundan kifayətlənir ki, onu ora qoy, bunu bura apar, uşaqları gətir, deyək ki, yeməyin altını söndür, yandır, mən evdə olmayanda, mən qonşuya gedirəm, sən filan şeyi filan yerə qoy. Bu tipli bir şeylər. Yəni, maraqlı ünsiyyət olmur. Birlikdə edə biləcəyi şeylər minimuma inir və demək olar ki, qətiyyən gündəmə gəlmir. Üçüncüsü, qadın daha çox tənqidlərə başlayır. Yəni, artıq yerli-yersiz şeylərə. Demək olar ki, hər şey qadının gözünə batır. Niyə belə durdun, niyə belə danışdın, filan şeyi niyə deyək ki, açıq buraxdın, sənə deməmişəm, bu əşyanı bura qoyma. Amma halbuki, əvvəllər bu xırda şeylərə qadın o qədər fikir verməzdi. Yəni, onun üçün əhəmiyyətli deyildi. Amma hər məişət problemində olan, hər necə deyirlər, anlaşılmazlıqlar, deyək ki, bir balaca, deyək ki, suyu tam bağlamadı, damcılayır oradan və yaxud da evdən çıxanda işıqları yanıq qoyub çıxıb. Hətta bax, bu da problem yaradır. Açıq-aşkar müqayisələrə başlayır. Filan kəsin əri belədir, filan kəsin sevgilisinin filan şeyi var, səndə bu yoxdur, onun boyu uzundur, sənin boyun balacadır, o daha romantikdir, sənsə deyilsən. Yəni, açıq-aşkar nədir? Müqayisələr başlayır ki, bu da sevgilisinin və yaxud da həyat yoldaşının xeyrinə olmur. Dördüncüsü, cinsi həyat demək olar ki, məhdudlaşır. Sadəcə kişinin istəyi ilə olur, o da güclə, bəla ilə necə gəldi, yola vermə şəklində və qadın bir də görsən bəhanələr uydurur. Ya mən aybaşı olmuşam, ya başım ağrıyır, ya bilim, indi keyfim yoxdur. Olsa belə bu daha çox
ödül, cəza, necə deyirlər, tipində olur. Sən mənə filan şey elə, ondan sonra mən sənə münasibət yaşayım. Əgər bugün dediyimi eləməsəm, sənə, necə deyirlər, münasibət yoxdur. Beşincisi, açıq-aşkar hörmətsizliklər başlayır. Bəlkə də söyüşlü danışmalar, təhqirlər başlayır. Başqalarının yanında, öz qohumlarının yanında zarafatla, ironiya ilə sevgilisini və yaxud da həyat yoldaşını alçaldır. Daha sonra xəyanət edənlərə bəraət qazandırmağa başlayır. Deyir, filan mənim deyir ki, rəfiqam var idi. Yoldaşı deyir ki, o qədər onu incitdi, axırda getdi, xəyanət elədi ona. Əslində, yaxşı elədi, belə kişi elə belə lazımdır. Yəni, bu, ümumiyyətlə, mən deyərdim ki, ən önəmli simptomlardan biridir. Daha sonra telefon məsələsində hansı dəyişikliklər eləyir? Telefonu çox vaxt üz aşağı buraxır. Hara gedir artıq telefon onunla olur, halbuki amma əvvəllər belə deyildi. Gizli-gizli gülüşmələr, mesajlaşmalar olur. Hətta bəzən elə zənglər gəlir ki, o zəngləri götürmür. Sosial şəbəkələrdə demək olar ki, telefonu demək olar ki, parolunu dəyişdirir, gizli eləyir. Sosial şəbəkələrdə o şəkillərin çoxsunu götürür və yaxud da profili gizli eləyir. Yəni, tamamilə açıq-aşkar görünən bir xanım artıq gizli rejimə keçid eləməyə başlayır. Ki, bax, bu da nədir? Şübhələnməyə əsas verir. Mən demirəm bu 100%, amma şübhələnməyə əsas verir. Bir digər məsələlərdən biri zaman və məkan məsələlərində qeyri-dəqiq yanaşmalardır və yaxud da dostlarla bağlı. Deyək ki, yeni məşğuliyyətdir. Məsələn, idman zalına yazılıb və yaxud da rəsm kursuna yazılıb və yaxud da rəqs kursuna yazılıb, amma sevgilisi də yoldaşına bu haqda məlumat vermir. Yeni dostları deməli, haqqında sevgilisinə və yaxud da həyat yoldaşına məlumat vermir. Və yaxud da tez-tez deyək ki, planlar dəyişilir. Məsələn, sevgilisi ilə görüşəsi idi, son anda plan dəyişir. Sevgilisi deyir ki, mənim işim çıxdı, xanım deyir ki, mənim işim çıxdı, mən padruqalarımla bu günləri görüşəcəm, rəfiqələrimlə görüşəcəm. Getdiyi məkanlar haqqında qeyri-dəqiq məlumatlar verir. Yəni, kiçik-kiçik yalanlar ortaya çıxır. Sən demə, o orada deyilmiş, buradaymış, burada deyilmiş, oradaymış. Qadın rəfiqələrinin sayı da arta bilər burada. Oğlan dostlarının sayı da arta bilər burada. Yəni, onu xatırladım ki, qadın rəfiqələr, qadınlar ümumiyyətlə, hətta niyyətləri yaxşı olsa belə münasibətdə heç bir zaman, yəni daha doğrusu çox hallarda düzgün məsləhətlər verə bilmirlər. Yəni, duyğularından yola çıxaraq məsləhət verirlər. Hamıya aydındır ki, yəni qadınla da kişi açıq-aşkar dost ola bilməz. Hər bir necə də dost da gələcəkdə potensial bir, deyək ki, sevgili şəklindədir. Burada hökmən söhbət ondan getmir ki, fiziki birə-bir xəyanət olsun, amma buradakı xəyanət bir mənalı olaraq, deyək ki, duyğusal xəyanət də ola bilər. Deyək ki, bir oğlan dostu ilə əgər söhbət edirsə, yoldaşından ona şikayət edirsə, duyğularını bölüşürsə və deyir ki, sən məni daha yaxşı anlayırsan, artıq burada duyğusal sferada nədir? Xəyanət vardır. Və yaxud da olur ki, işdən gec gəlmə, bu hallar daha da çoxalır. Deyir ki, mən məsəl üçün oturacam, deyək ki, mən filan tədbirə gedəcəm və yaxud da rəfiqələrimdən filan restoranda oturacam. Yəni, bu daha doğrusu işləyən xanımlara daha çox aiddir. Və bir də önəmli məsələlərdən biri, birdən-birə xanımda iki hal müşahidə olunur. Kişini əvvəlcə güclü qısqanan xanım üçün artıq o kişi heç bir, deməli, heç bir deyək ki, yerə sığmır da, yəni belə fikrimi belə ifadə edeyim, artıq o onun üçün heç olmağa başlayır. Yəni həyatında boş yer olur. Deyir ki, sənə də icazə verirəm gedib sən də gəzə bilərsən, sən də bax gör kimdən tanış olursan. Və yaxud da bunun əksi olur. Aşırı başlayır qısqanclıq eləməyə, özünü elə göstərir ki, yəni bu düzgün adamdır. Yəni sanki necə deyirlər, bunun əri xəyanət edir və yaxud da bəy sevgilisi xəyanət edir. O da şübhələnmir də, yəni deyir ki, mən bu qədər çox sevir ki, başlayır qısqanmağa. Amma bunu unutmaq lazım deyil ki, bu qısqanclıq artıq anormal bir qısqanclıq hal alır. Diqqətinizə görə minnətdaram. Sağ olun.